Yəni əgər biz əvvəla cənab prezident qeyd eləmişdi bir öz çıxışının birində ki, biz qlobal cənubun bir hissəsiyik, amma eyni zamanda da yəni həm o qlobal cənubun maraqlarını da biz müdafiə edirik. Amma Sevinç xanım qeyd elədi ki, biz yəni eyni zamanda da dünyanın digər hissələri ilə də əməkdaşlıqdan imtina eləmirik. Yəni biz konfrontasiya mövqesindən çıxış eləmirik, biz dialoq mövqesindən çıxış edirik. Və burada təəssüf ki, dünyanın digər hissəsi, mən indi bəlkə qlobal qərb deyim və yaxud qlobal şimal deyim, təəssüf ki, onlar həmişə qlobal cənuba biraz istismarçı yanaşmadan mövqedən çıxış ediblər. Və Azərbaycan da bu ədalətsizliyi görür, o təəssüf hissi ilə onu qeyd eləyib və çalışır ki, o ədalətsizliyə məruz qalan ölkələrlə çiyin-çiyinə durub, bu ədalətsizliyə qarşı mübarizə aparsın və bu özü elə Azərbaycanın böyük bir qələbəsidir, əsas faydasıdır o sizin sualınıza cavab olaraq.